Düşüncəli dostlar, deməli mən sizə burada nədən danışmaq istəyirəm? Bunu gördüm əslində, bilmirəm bunu çəkib YouTube-a yerləşdirmişəm yoxsa yox. Axtardım, tapa bilmədim, hər ehtimal dedim. Ola bilər də yaddan çıxıb, zəng gəlib, reklamlar girib ortaya və yükləmə yaddan çıxıb. Nəsə hər ehtimal yükləyirəm, onsuz da YouTube-da milyon dənə giz videolar var. Bu video ağırlıq eləməz. Bu 18 min aləm deyirik ya biz. Burada bizlərik, yuxarıda nə bilim mələklər, cinlər, itlər, pişiklər. Bir sözlə də ta ki gedib Tanrıya qədər çıxır. Hər kəs var. Cənnət, cəhənnəm, 7 qat yer, göy hamısı bunun içindədir. Bu piramidada. Burada da Tanrıdır, yəni sənsən. Bunun kənarında başqa bir aləmlər var bunun kimi. Yəni bunlar düşünür ha, da Cəbrail, Əzrail, Mikail, nə bilim filan kəs hamısı buradadır. 18 min aləm. Yəni Allah bundan çərçivə bura sığmır. Burada da bundan fərqli bir aləm var. Burada da var, burada da var, burada da var. Bax bu cür, bu formadadır. Və bu sadəcə biridir. Bunun yanında bir dənə də var bu cür. Orada yenə də başlayır belə bir şeylər, belə bir şeylər. Burada olan ən yuxarıda olan o Cənab Cəbrailin filanın bundakından xəbəri yoxdur. Təsəvvür edin. Muhammedin belə buradakindən xəbəri yoxdur. Nə var burada? Bunun da buradakindən xəbəri yoxdur. Amma Muhammedin bunların olduğundan xəbəri var. Yəni hədislə desə deyir, yaradan Allah deyir 100 min qəndil yaratdı qübbənin altında. Və 100 minin bir dənəsinin içində 7 göy, nə bilim cənnət, cəhənnəm, nə bilim axirət falan hamısı bunun bir dənəsində yerləşir. O birislərdə də yerləşir. Heç birinin bir-birindən xəbəri yoxdur. Təsəvvür edin. Mən keçən dəfə getdim, düşdüm bura. Bilmədim nə tər baş verdi proses. Açıq deyim də sizə. Heç nə, axşamüstü idi. Gəldim, uzanım yerimə. Yorğanı örtdüm üstümə. Bir də gördüm başqa bir məkandayam. Bax, fəzada. Burada nə qədər sıxıntılar var. Buranın o enerjisi. İnsanı bizə necə hücum edirlər və baxırsan ki, sanki elə bir boşluqdur, qaranlıq. Fəzadasan. Üstüvə sıxıntılar gəlir. Baxıram bura, deyirəm ki, ayda mən buradan da uzağam, burada əl çatmır. Mən neynim görəsən? Mən necə buradan kömək ala bilərəm? Onsuz da burada da bunları heç vecimə almıram. Xırda şeylər də bunlar elə belə proyektdir, layihədir, proqramdır, başqa bir şey deyil mənim üçün. Amma ən azından buradan gəlmişim. Mən bura nətər mən şey elə bilərəm, kömək ala bilərəm. Yeganə bir dənə dərhal yadıma düşən nə oldu? Harda oramsa olum, ruhum mənlədir. O məni tək qoymaz. Əgər mən nəfəs alırımsa, düşünə bilirəmsə, deməli ruhum da buradadır. Dərhal da ruhuma sarıldım. Əziz ruhum, biz bir yerdəyik. İnanın, bütün bu xata bala, nə orada gəlin o təzyiq var da, mən onu dillə deyə bilmərəm, sözlə ki, bu nətərdir, ifadə edə bilmərəm. Onu yaşamaq lazımdır. Lorca desəm nəyə bənzəyir? Qaranlıq bir gecədə səni kosmosda, nə bilim, Mars planetindən tullayıblar fəzaya. Bax, orada axındasan, orada da meteoritlər gəlir, nəmləri gəlir. O deyildi burada, amma yəni müqayisə etsək, bax, onun kimi bir şeydir. Bax, gəldim, düşdüm bura, bunların hamısını hiss elədim, bunları hiss elədim, söhbət nədən gedir. Orada elə tez informasiya gəlir ki, adama, şokdur sadəcə. Yeganə ruhum məni xilas elədi, bax, bunların problemindən. Yəni, harada olursa olun, o Allahın ipidir, Allahın ipindən bərk yapışın. Bax, o sizin ruhunuzdur, hamıda var. Həqiqətən də. Onda mən ruhumun qədrini daha çox beləsi oldum. Təşəkkür edirəm. Var olasınız. Sonda bir dənə şey deyim ki, bu piramidan gözsənsən, burada göz çəkirlər ha, dolların üstə, bu heç öz yerində. Yəni, nə özvü, nə də Allahı çərçivəyə salma. 18 min aləm. Bura qədərdir, limiti var. Mənim tanrım 18 min yox. 180 min aləm desən də azdır. 1 milyard desən də azdır. Bilsən kimdir? Mənim tanrım. Eyni. Əslində Quranda çox şeylər var. Sadəcə o qədər əlavələr olunub ki. Belə deyim də sizə, orada birinci sinif üçün mövzular var. İkinci üçün eyni mövzunu başqa formada danışır. Üçüncü dərk edən üçün başqa.
Yəni beyni 5 megabayt işləyən üçün başqa informasiyada, 10 megabayt işləyən üçün 10% olan üçün başqa məsələ. Bax bu cür gedir. Orada mənim üçün bir mesaj var. İnsanlar və cinlər yığışa, dəryalar mürəkkəb, ağaclar qələm ola, qiyamətə qədər Allahın yaratdığını sayıb qutara bilməzlər. Təsəvvür edin, cinlər sənin kimi saymır. 1, 2, yox, kalkulyator var ha, kompüter. O surətlə yazırlar. Təsəvvür edin. Səndən milyon dəfə surətlidir. Gedir buradan ulduza, oradan qayıdır bura. Aləmləri 7 qat göyə fırlanır. O tamam başqa bir şeydir. Bir sözlə, yəni kimsə durub deyir 7 qat yox, birinci qata qalxır. Əvvəllər qalxırdı da, sonunda icazə vermədilər. Məsələ onunla getmir. Yəni surətlidir. Hər halda sən qalxamırsan. Sənin raketin belə 100 ilə gedər, çatar çatmaz Allah bilir. Bir sözlə, bütün bu dərya mürəkkəb olan ağaclar qələm, cinlər və insanlar qiyamətə qədər yazıb qutara bilməzlər. Bax bu sən 18 min aləmi qiyamət bilsin nə qədər milyard il vaxt lazımdır qiyamətə qədər çatmağa. Bu qədər varlıq yazıb qutara bilər. Hərəsi bir şeydən yapışır, bir sahəni. Bunlar var. Bunları nəzərdə tutur. Bax mənim tanrım budur. Sizin tanrınız kimdir? Təyin eləyin. Tanrım nədir? Yaradanım da. Mənim özüməm o. Məndədir o.